Salam uşaqlar, bugünkü dərsimiz kəmiyyətin dəyişməsinin faizlə ifadəsidir. Kəmiyyətin dəyişməsinin faizlə ifadə etmək üçün bir neçə üsul var. Birinci üsul, böyük ədəddən kiçik ədədi çıxırıq, ilkin ədədə bölürük və vururuq 100-ə. Gəlin bunu məsələ üzərindən baxaq. Palto 240 manatdan 180 manata endirildi. Neçə faiz endirildi? Gəlin tapaq. Bunun üçün böyük ədəddən kiçik ədədi çıxırıq, bölürük ilkin ədədə, vururuq 100-ə. Böyük ədəd hansıdır? 240. Kiçik ədəd də 180. Çıxırıq 180-i. İlkin ədəd hansıdır? 240. Bölürük 240-a, vururuq 100-ə. Deməli 240-dan 180 çıxacaq, olacaq 60, bölünsün 240, vurulsun 100-ə. İxtisar eləsək sıfırları 6 ilə 24 6-ya ixtisar olunur bir dəfə, 6-ya ixtisar olunur 4 dəfə. Yəni 100-ü də bölürük 4-ə, cavabı alırıq 25%. Deməli nə qədər azaldı? 25% azaldı, endirildi. Bunu bu üsulla da eləmək olar. 240 manat əgər 100%dirsə, 180 manat neçə faizdir? Gəlin vuraq çarpaz 240x bərabərdir 180-i vururuq 100-ə. X bərabərdir 18.000 bölünsün 240-a. İxtisar eləsək sıfırları 18 ilə 24 6-ya bölünür. 3, yanına da 2 sıfır qoysaq 300. Bunu da 6-ya bölsək 4. Hər hansı bir ədədi 4-ə bölmək, həmin ədədi 2-yə bölmək, alınan ədədi bir də 2-yə bölməkdir. 300-ü 2-yə bölsək 150, 150-ni də 2-yə bölsək 75. Deməli, 180 manat 75%-dir. Bəs nə qədər çatmır? 25%. 100-dən 75 çıxsaq, olacaq 25%. Bunu bu üsulla da həll eləyə bilərik. 240 manat 100%-dirsə, bunların fərqi nədir? 240-dan 180 çıxanda nə qədər azalıb? 60 manat. Gəlin baxaq 60 manat neçə faizdir? Çarpaz vuraq. 240x bərabərdir 60-ı vururuq 100-ə. X bərabərdir 6000 bölünsün 240-a. Sıfırları ixtisar eləsək 6 ilə 24 6-ya ixtisar olunur. 100, bu da 6-ya ixtisar olunur 4. 100-ü də 4-ə böləndə cavab alırıq 25%. Deməli, 60 manat ucuzlaşdı, yəni 25% endirildi. Bununla dərsimiz yekunlaşdı. Növbəti dərslərdə görüşənədək.